Bax qardaşım, xaricə gəlmək bir çox gəncin xəyalıdır. Evet, çıxardacağım bunu. Bu dəqiqə Azərbaycanlı demək olar bir çox gənc xaricə gəlmək istəyir və burada həyatını qurmaq istəyir. Amma bura gələn insanların qaçılması gerəkən bəzi nüanslar var. Onları mütləq bilməlisiniz. Çünki onu bilməsəz, bir ildən sonra bu ölkədə itib batmış bir insan olacaqsınız və çox məqsədyönsüz, uğursuz bir insan olacaqsınız xaricə gələndə. Ona görə dostlar, başlayırıq demək. Birinci nədən? Sosial tələlər. Xaricə gələn kimi qarşınıza çox gözəl bir şeylər çıxacaq. Həqiqətən də insanın fikrindən, düşüncəsini yayındıran bir çox şeylər olacaq. Klublara sizi dəvət edən dostlar olacaq, içki məclislərinə, partilərə, belə şeylər dəvət edən bir çox dostlarınız olacaq dostlar. Demirəm, insan əylənməlidir. Getdiyin yolu əyləncəli eləməlisən. Bir hədəfin, bir məqsədin varsa. Amma bunu sizi daimi şəkildə, sizi belə yerlərə çağıran dostlardan uzaq durmalısınız. Mütləq şəkildə uzaq durmalısınız. Çünki bu yolun sonu sizi səfirliyə, peşmançılığa, hədəflərinə çatmamış bir insan eləyəcək və uçuruma doğru gedəcəksiniz. Xaricə təəssüf olsun ki, belə insanlar çoxdur. Bir çox insanlar sırf burada əyləncə məqsədinə gəlir. Yəni Avropa, parti, gənclər, hər gün tədbirlər, nə bilim, içki məclisləri, keyf, əyləncə, belə şeylər insanı bildiyin uçuruma aparır. Yəni mənim özümü dəfələrlə dostlar dəvət ediblər. Gəl gedək, amma mən bilmişəm ki, mən ora getsəm, gecə kluba getsəm, saat 3-də, 4-də gəlsəm, səhər avtomatik olaraq gec oyanacam və gec oyandığıma görə məşqimə gələ bilməyəcəm. Məni inkişaf edən şeyləri eləməyəcəm. Məsəl üçün, kitab oxuya bilməyəcəm. Öz işimə, öz dərsimə, öz pul qazanmağa, işimə fokuslana bilməyəcəm. Ona görə, əgər məqsədiniz, hədəfiniz varsa, bunlardan bir müddət uzaq durmalısınız. Hər şey sonunda daha gözəl ola bilər. Ona görə xaricə gələndə bu sosial demək əyləncələrdən, sosial insanlardan uzaq durun ki, sizi uçuruma aparmasın. İkinci olaraq, tək qalmaq. Xaricə siz ailənizdən, dostlarınızdan, yaxınlarınızdan uzaqsınız, yeni insanlardır. Ola bilər ki, sizə uyğun olmayan bir insanlar olsun burada. Və siz deyə bilərsiniz ki, okey, adam yoxdur, heç kim yoxdur, ya bundan dostluq eləyim. Amma yoxluq xətrinə eləyəcəyiniz dostluqlar sizə dostluqdan çox sizə ziyan vuran bir münasibətlər olacaq dostlar. Yəni istəməyərəkdən siz o adamla dostluq eləsiniz ki, tək qalmayasınız, öz mənəvi kasavınızı doldurasınız ki, darıxıram, heç olmaz bununla dostluq eləyim, amma onun sizi toksikliyi, onun sizə qarşı olan o bəzi lazımsız davranışları, xarakteri sizi yansılayacaq və istəmədiyiniz bir insanla dostluq elədiyiniz üçün bir müddətdən sonra artıq o insana bənzəyəsiniz. Ona görə öz ruhunuza, öz məqsədinizə, öz xəyalınıza uyğun olmayan heç kimlə dostluq eləməyin və bunun əvəzinə tək qalmaq üstünlük tutarım. Yəni insan tək qalanda özündən daha çox baş-başa qalır və özünü daha çox kəşf edir. Xaricə gəlməyin də məqsədi özünü kəşf eləmək, inkişaf eləməkdir. Əgər bura gəlib Azərbaycandakı kimi eyni insanlarla dostluq edib, eyni insanlarla vaxt keçirəcəksənsə, xaricə gəlməyin heç bir mənası yoxdur. Sən burada sosial çevrəvi sırf öz məqsədinə uyğun insanlarla qurmalısan. Doğru düzgün insanlar tapmalısan, hansı ki səni hər zaman yuxarı aparacaq. Yoxsa hər gün səni aşağı çəkəcək insanlarla dostluq eləyəcəksənsə, tək qalmaq hamısından daha yaxşıdır dostlar. Düzdür, bir də çətin olacaq, amma bir müddətdən sonra bunu öyrəşəsiniz və görəsiniz ki, həqiqətən də tək qalanda insan necə mental olaraq rahat olur, necə özünə fokuslana bilir. Üçüncü isə məqsədsizlikdir. Yəni, bir yola çıxan insanın bir məqsədi olmalıdır. Əgər məqsədin varsa, əgər hədəflərin bəllidirsə, getdiyin yol bəllidirsə, buradan A nöqtəsindən B nöqtəsinə gedəcəm və bu A nöqtəsindən B nöqtəsinə getməyim üçün Avropa təhsili, Avropa demək təcrübəsi mənim üçün önəmlidirsə və Avropa olmasın, xarici olsun, Amerika olsun, Asiya olsun, mənim üçün önəmlidirsə, bu yolda nələr eləməyimi bilirəmsə, mən bu yola çıxmalıyam. Bu yolda lazım olanları eləməliyəm. Yox, məqsədsiz şəkildə gəldim. Okey, gəlmişəm, buradayım, xaricdəyim. Dərs, iş varsa iş, dərs, ev, dostlar. Məqsədsizlik var ortada. Ortada bir hədəf, bir prioritet yoxdur.
Bu prioritet hədəfi olmadığı üçün bir müddətdən sonra okeanda külək ümidinə qalmış bir yelkənli qayıq kimi ora-bura əsəsən, amma getdiyin nöqtə bilinməyəcək. Ona görə mütləq şəkildə məqsədin olmalıdır. Çünki məqsədin olduğu zaman sənin qarşına çıxan bütün çətinliklər, bütün problemlər sənin üçün ötəri problem, ötəri, müvəqqəti problem kimi görünəcək. Ona görə də ki, sən bu problemləri çox kiçik, alçaq bir problem kimi görəcəksən. Və məqsədin olduğu üçün, getdiyin yol göründüyü üçün, hədəf göründüyü üçün bu keçici problemlər sənə bir motivasiya olacaq. Və sən hər problemi aşdıqca daha da böyüyəcəksən. Daha da o problemlər sənə əvvəlkindən daha ucuz və cılız görünəcək. Ona görə məqsədinizi mütləq şəkildə bilməlisiniz. Xaricə gəldinsə mütləq şəkildə özünü inkişaf elətdirməlisən. Məşq elə. Fiziki cəhətdən həm inkişafın olsun, həm mental olaraq rahat ol. Çünki məşq elədiyin zaman bütün stresi, bütün bədəndəki narahatçılığın hamısını kənara atırsan. Avtomatik olaraq özünü daha gümrah hiss edirsən. Çünki enerjin yüksək olduqca daha böyük işlər görə bilərsən. Daha aydın düşünə bilərsən, zehnin açılar. Pis vərdişlərdən, içkidən, siqaretdən uzaq olmalısan mütləq şəkildə. Çünki içkinin, siqaretin gətirdiyi təsirlər insanı uçuruma aparır. Qardaşlar, bunu çox eşitmişsiniz, hər kəsən eşitmişsiniz, amma mənə diqqətlə qulaq asın. Çünki dövrümüzdəki gənclər pis vərdişlərə çox meyillidir. İçki, siqaret, ən pisi insanlar narkotika alüdədirlər. Və bunun təsirlərini görə bəzi insanlar bunu görə istifadə edir. Amma bəziləri isə nəticəsini görür kimdəsə və bundan uzaq durur. Ona görə ağlımızı başımıza toplayaq. Belə şeylərdən uzaq olaq. Yəni bunlar bizə müvəqqəti həzz verir. Bir şey ki, məni çəkirəm, içirəm. 1 saatdan sonra, 2 saatdan sonra, 10 dəqiqədən sonra təsiri məndə itirsə, bu artıq məndə asılılıq yaradıb buna. Yəni mən buna hər 10 dəqiqədən bir, hər 1 saatdan bir istifadə edəcəmsə, demək ki, mən burada asılılıq yaratmışam. Yəni əgər mənim bununla qarşı asılılığım varsa, demək ki, mən onun qarşısında bir aciz bir insanam, varlığam. Yəni biz varlıqların ən yüksəyi insan olaraq biz özümüzü idarə eləməyi bacarmalıyıq. Çünki özümüzü idarə elə bilməsə həyatda heç bir şey idarə elə bilməyəcəyik. Ona görə dostlar, bunları nəzərə alın. Əgər xaricə gəlirsinizsə, mütləq şəkildə bu 3 sadaladığım nüansı nəzərə alın. Bunları yadınıza saxlayın. Hər şey yaxşı olacaq. Növbəti videoda görüşərik.